Hə, uşaqlar. Deməli belə, biz bugündən başlayırıq nitq hissələrinə. Sakit-sakit qulaq asırsınız. Sən niyə oturmursan ki? Utanıram, mən qızın qabağında. Burada oturmuram deyirsiniz. Mən Azərbaycan dili işləyirəm, halları. Yaxşı, işlə. Hə, deməli belə, biz böyük bir bölməyə başlayırıq, qrammatika. İki hissədən ibarətdir. Morfologiya, burada öyrənirsiniz nitq hissələrini. Sintaksis, burada öyrənirsiniz söz birləşməsi, cümlə, cümlə üzvləri, mətn və s. İndi burada görürsünüz, əsas nitq hissələri və köməkçi nitq hissələrini verib və bunların adları və fərqlərini verib. Əslində bunlar çox sadə bir şeylərdir. Siz bilirsiniz ki, əsas nitq hissələri müəyyən suala cavab verir, amma köməkçi nitq hissələri suala cavab vermir. Əsas nitq hissəsini ayrılıqda işlətmək olur. Məsələn, kitab sözünü ayrılıqda işlədə bilərsən, amma ki bağlayıcısını niyə ayrılıqda işlədəsən? Sonra, ayrılıqda cümlə üzvü olur, bəli, kitab maraqlı da olur mübtəda, amma köməkçi nitq hissəsi ayrılıqda cümlə üzvü olur. Bir dənə qoşmadır ki, o da qoşulduğu sözlə birlikdə, məsələn, deyirəm ki, Amir ilə danışıram. Kim ilə? Amir ilə. Orada olur tamamlıq, yəni qoşma, qoşulduğu sözlə birlikdə tamamlıq olur. Yəni, uşaq kimi ağlayır, kimi qoşması uşaq sözünə qoşulub, onunla bir yerdə tərzlərəkə zəfliyi yaradıb. Sonra nə köməkçi nitq hissələri nə leksik, nə qrammatik şəkilçi qəbul edir, amma əsas nitq hissələri həm qrammatik, həm də leksik şəkilçi qəbul eləyə bilir. Sonra, quruluşca üç cür olur, sadə düzəltmə, mürəkkəb, amma köməkçi nitq hissələrində düzəltmə anlayışı ümumiyyətlə yoxdur, ya sadə olur, ya mürəkkəb. Bir dənə qoşmadır ki, o yalnız sadə olur. Orada heç mürəkkəb söhbəti də yoxdur. Bir də ən əsas fərq, əsas nitq hissələrində leksik məna var, amma köməkçi nitq hissələrində leksik məna yoxdur. Qrammatik mənadır, hər ikisində zaten var. İndi nə edirik? İndi gəlirik ismin. Bugün nə öyrənəcəyik? Bugün öyrənəcəyik konkret mücərrəd isim nədir və onu necə ayırmaq lazımdır? Ümumi isim, xüsusi isim nədir və onu necə ayırmaq lazımdır? Tək isim, cəm isim, toplu isim nədir, onu necə ayırmaq lazımdır? Vaxtımız qalsa, mənsubiyyətə də toxunarıq. Yaxşı. Birinci onu bilirik ki, əşyanın adını bildirir isim, kim, nə, hara suallarından birinə cavab verir. Uşaqlar, burada əşya deyəndə, ancaq belə bu mənada başa düşməyin də, kompüter, telefon, kaşlıq, nə bilim nə, bu cür dar mənada əşya sözünü başa düşməyin. Başa düşdünüz? Burada kim, məsələn deyirəm ki, məsələn Həsən gəldi. Həsən burada kim sualına cavab verir? İsimdir və qrammatika üçün əşyadır. Külək əsir. Nə əsir? Külək əsir. Külək sözü burada əşyadır. Yəni əşya deyəndə ancaq belə görüb gördüyünüz şeyləri belə klassik mənada başa düşməyin də. Yaxşı mı? Deməli, kim, nə, hara? Uşaqlar, bu 3 dənə söz hansı nitq hissəsidir? İsim. Bu qədər rahat sual vermərəm. Kim, nə, hara? 3 söz hansı nitq hissəsidir? Telefonla oynayan qız. Nitq hissəsi. Hansı nitq hissəsidir? Sual əvəzliyi. Əvəzlik. Sualdır da bu. Kim, nə, hara? Sual əvəzliyidir bu. Sonra, uşaqlar, biz insanlara kim sualını veririk? Əşyalara nə sualını, heyvanlara da, üzr istəyirəm, əşya və heyvanlara nə sualını veririk? Məkan bildirən sözlərə də hara sualını veririk. İndi sual çıxır ortalığa. Sizcə elə bir hal, elə bir məqam ola bilərmi ki, insana kim yox, nə sualını verək? Bəli, var. Ola bilər, bəli. Nə vaxt olur? Qurmuşuq, bir dəfə danışmışıq bu haqda. İnsan anlayışı bildirən sözlər. Məsələn, məsələn, bu şəhərdə həkim işləyir, nə işləyir həkim? Həkim kim tanıdır? Hə, qulaq asın. Qeyri-müəyyən təsirlik halda və qeyri-müəyyən yiyəlik hallarda. Qeyri-müəyyən təsirli, qeyri-müəyyən yiyəlik hallarda. Məsələn, deyək ki, tutalım ki, deyirəm ki, Amin özünə həkim axtarır. Xəstələnib, həkim axtarır. Biz demirik axı kim axtarır? Deyirik nə axtarır və yaxud da nəyi axtarır. Düzdür? Və yaxud da deyək ki, Amir xan maşını üçün usta axtarır. Usta insandır. Biz demirik kimi axtarır. Deyirik nə axtarırıq? Usta və ya həkim. Və yaxud da universitet başladı yenə.
Tələbə qəbulu elan edir. Biz demirik axı kim qəbulu, deyirik nə qəbulu. Və yaxud da kurs tələbə qəbulu, şagird qəbulu elan edir. Biz demirik kurs kim qəbul, şagird insandır. Biz normalda ona sual verməliydik kim, amma deyirik nə qəbulu. Qeyri-müəyyən yiyəlik və qeyri-müəyyən təhsillik hallarda insan anlayışı bitirən sözlər nə sualına cavab verə bilər. Bunu başa düşdük. Sonra hara sualı isimdə də var, hara sualı yer zərflərində də var. Necə ayırırıq ki, bu zərfdir yoxsa Zərf yuxarı, aşağı. Bildimi? Bu nümunələrdir. Necə ayırırıq? Feilin yanında gəlirsiniz, Allah bunu deməyin, mənim ürəyim işitməyin. Deməginən. Yuxarı, məsələn, yuxarı gedirəm, getmək feildir. Bakıya gedirəm, yox, halda deyil. İsim əşyanın adını bildirir. Otaq buranın adıdır. Sinif, mətbəx. Məsələn, biz mətbəxdə otursaydıq, deyə bilməzdik, sinifdə oturmuşuq. Düzdür? Və yaxud da dəhlizdə oturmuşuq. Məsələn, siz deyə bilərsiniz, mən asfaltın ortasında oturmuşam, yolda oturmuşam. Yox, çünki buranın adı asfalt deyil də, yol deyil. Siz mətbəxdə oturub deyə bilməzsiniz, mən dəhlizdəyəm. Çünki olduğunuz yerlərin adı var. İsim, məkan anlayışı bildirəndə kənd, şəhər, Bakı, Şəki, otaq, sahil, bunlar bir yerin adını ifadə edir və yer zərflərinə nisbətdə dəqiqdir. Siz hər yerə mətbəx deyə bilməzsiniz. Amma hər yerə ora deyə bilərsiniz. Ora, bura, mən küçəni də göstərib ora deyə bilərəm. Deyək ki, qapını da göstərib ora deyə bilərəm. Kondisioneri də göstərib ora deyə bilərəm. Nə bilim, proyektor da göstərib ora deyə bilərəm. Amma proyektoru göstərib mətbəx deyə bilmərəm. Ora, bura, yuxarı, aşağı, sağ, sol, içəri, çöl. Bunlar yer zərfləridir və fikir versiniz nisbidir, dəqiq deyil. Evdə yəqin ki, başınıza gəlib də bir əşyanı arasına qoymuşsunuz, deyilə harada deyirsən, orada da, orada da, arada. Bax, görürsünüz, dəqiq deyil. Amma dəqiq deyəndə ki, mətbəxdədir, bilirsən ki, biz deyək ki, balkona getməməliydik, mətbəxə getməliydik. Bu belə. Yəni, hara bildirən isimlər, hara sualına cavab verən isimlər bir yerin, bir məkanı dəqiq ifadə edir və oranın adını bildirir. Sahil. Siz dağın başında qalıb deyə bilməzsiniz, mən sahildəyim. Çünki sahil olması üçün su kənarı olmalıdır. Yaxşı? Sonra, konkret isim var, mücərrəd isim var. Konkret isimlər. Necə ayırırıq? Hardan bilirik ki, bu isim? Gözlə görmək, toxunmaq, təmas, bir də şəklin çəkmək. Biri varsa konkretdir. Heç biri yoxdursa mücərrəddir. Yox, suya girməyə hələ, konkret mücərrəd. Uşaqlar, külək, hava konkretdir, mücərrəd. Külək də konkretdir. Hava da konkretdir. Nə mənada? Oksigen mənasında. Həm əllim, onun rənginin olmaması o demək deyil o mücərrəddir. O var. Məsələn, deyirsə, havam çatmır. O var ki, o sənə çatmır da. Və yaxud da otaqda deyirsə, məsələn, üzr istəyirəm, bir yerə girsən, görsən orada dönə-dönə üzr istəyirəm, siqaret çəkiblər, deyirsən, burada çox pis hava var, qapını, pəncərəni açsın, qoy hava dəyişsin. Yəni, buradakı pis hava çıxsın çölə, çöldəki gəlsin içəri. Düzdürmü? Ona görə və yaxud da metro həssas insanlar var, bəzən o havada maqnit dalğaları olur, deyir, mənə pis təsir edir hava. Ona görə bu konkretdir ki, o həmin insana pis təsir edir. Külək də ki, toxunur, niyə ki, ağaca toxunur, məsələn, qızlar gedirlər yolla, deyək ki, onların saçlarına falan toxunur, ağacı aşırdır. Onlar konkretdir ki, bunu eləyə bilir. Eyni zamanda bir dənə də bir məsələ var, uşaqlar. Görün sizə nə deyirəm. Küləyi və havanı ölçən cihaz var. Küləyin sürəti, havanın temperaturu, o var ki, onu ölçmək olur. Kiminsə arzularını ölçmək olar? Yox. Kiminsə, nə bilim, xəyallarını, ideyalarını, bunu ölçmək mümkün deyil. Amma küləyin sürətini ölçmək mümkündür. Hava mücərrəd bilirsiniz nə vaxt olacaq? Musiqi havası. Rəqs mənasında olacaq mücərrəd. Hə, davam edirik. Uşaqlar, elə sözlər var ki, cümlədəki yerindən asılı olaraq həm konkret, eyni söz. Həm konkret, həm də mücərrəd ola bilir. Məsələn, bayaq dedik, hava sözü oksigen mənasında konkretdir, amma musiqi mənasında mücərrəddir. Sonra,
analıq, atalıq tipli sözlər ögey ata, ögey ana mənasında insandır, konkretdir. Amma duyğu mənasında analıq hissi, atalıq hissi, qardaşlıq hissi bu mücərrəddir. Sonra ay, yanvar ayı, fevral ayı kalendarda gördüyünüz aylar mücərrəddir. Yanvarı görə bilmişsiniz. Baxın bu yanvardır, bu fevral belə şey mümkün deyil. Ay mənasında da. Amma siz göydəki ayı görürsünüz, şəklini çəkə bilirsiniz. Adamlar var gedib toxunub. Ya da onu mən bilmirəm. Nəysə, ən azı biri var da şəklini çəkə bilirsiniz onu. Görə bilirsiniz, bəli. Hətta Kör insanlar görə bilmir, şəklini çəkir. mənə bax, sən kör də olsan, heç olmasa telefonu belə tutub şəklini çəkmək mümkündür. Təsadüfən də 100 dənə şəkil. Sən görmürsən də sənin görməməyin onun olmamağı demək deyil axı. Sənin üçün yoxdur. Yaxşı, bunu başa düşdük, göstərin telefonları. Sonra saat sözü qolunuzdakı saat mənasında, konkretdir amma zaman mənasında mücərrəddir. Hə, deməli belə, konkret mücərrədi də bildik. Sonra ümumi isim, xüsusi isim nə deməkdir? Aha. Necə bilirsən, elə deginən. iPhone-u yığışdır. Varlığı tək olan əşyaların adını bildirəndə olur xüsusi. Belə olanda olur ümumi. Aha. Uşaqlar, elə sözlər var. O hələ burada, üçüncüdür. Aha. Uşaqlar, ümumi xüsusi isimlərdə qəribə nə sual düşə bilərsə? 1. Ümumi ismi xüsusi isimə çevirmək olar. Xüsusi ismi də ümumi ismə çevirmək olar. Necə? Məsələn, sizin adlarınız xüsusi isimdir. Onu qoysaz dükanı olur ümumi isim. Məsələn, tutalım ki, Zəhra Market. Zəhra Butik. Sənin adın kimi xüsusidir, amma dükan adı kimi ümumidir. Sonra müəyyən o şəhər, rayon adları var. Məsələn, Sədərək rayon adıdır, dükan adı. Öyle bir xüsusi isim ümumi ismə çevrilir. Əksinə də ola bilər. Ümumi isim də xüsusi isimə çevrilə bilər. Məsələn, xəyal ümumi isimdir, amma böyük hərflə yazılanda olur insan adı xüsusi isim. Sonra gül adları, lalədir, nərgizdir. Gül adı olanda olur ümumi isim. Bunları bir şəkildə qoyacaqlar. Məsələn, yazıla bilər ki, həm ümumi, həm xüsusi isim kimi düşünülə bilən söz tapın. Məsələn, nərgiz. Yox, hər şey necə ola bilər? Məsələn, tutalım ki, qatıq. Bu qatığı nəyin adına qoya bilərsən ki, bu olsun xüsusi isim? Xeyli o öz yerində. Hə, məsələn, tutalım ki, telefon. Bu telefonun kimin adına qoyacaqsan? Hansı şəhərin adı olur? Burada ən böyük problem nədir? Bəzi insan adları var. Xüsusi isimlər var ki, onlar böyük hərflə yazılmasa, kiçik hərflə yazılır, ümumiyyətlə isim deyil. Məsələn, Sevil qız adıdır. Xüsusi isimdir. Balaca hərflə yazsan sevilmək feildir. Deməli, sən bu sözü həm ümumi, həm xüsusi isim kimi düşünə bilməzsən. Çünki balaca hərflə yazdığı ümumiyyətlə isim deyil. Sonra, igid. Adam adı olanda böyük hərflə yazıldığı isimdir. Amma igid olan ücə sifətdir. Mehriban. Sözün əvvəlində gəlir məsələn. Yox, harada gəlməyin önəmi yoxdur. Məsələ ondadır ki, böyük hərflə yazılsa, kim sualını verirsən, olur isim, xüsusi isim. Məsələn, igid sözün əvvəlində gəlir, amma insan olaraq kullanılır. Onda sifətdir də o. Deməli, sən bu igid sözünü həm ümumi, həm xüsusi isim kimi düşünə bilməzsən. Çünki kiçik hərflə yazılanda ümumiyyətlə isim deyil, sifətdir. Mehriban insan necə insan? Sonra coşqun sözünü verib kitabların birində. Sonra mehriban sözünü ən çox işlədirlər. Bunu başa düşdük. Sonra tək cəm toplu isimlər. Uşaqlar, cəm şəkilçisi nədir? Larlər. Bir sözün üstündə cəm şəkilçisi olmayana kimi, cəm şəkilçisi, larlar olmayana kimi, siz ona cəmdə olan isim deməyəcəksiniz. Məsələn, sürü sözü təkdədir cəmdə? Cəmdə. Hanı larlar? İndi dedim. Yox, bax görürsən, tək başqa şeydir, cəm başqa şeydir, toplu başqa şeydir. Toplu isim. Sürü sözünün üstündə cəm şəkilçisi var. Toplu isim. Yaxşı, o necə cəmləndi? Topludur. Yaxşı, gözəllər cəmdə olan isimdir. Bəli, larlar. Gözəl sifətdir.
Yox, mən demədim cəmdə olan sözdür, cəmdədir dedim. Cəmdə olan isimdir. Cəmdədir amma isim deyil. Yəni siz şərtdə verilən bütün o punktlara, bütün məqamlara fikir verin. Yazacaq hansı cümlə cəmdə olan isimlə başlayır. Məsələn, yazacaq ki, igidlər döyüşür. Siz də deyirsiniz, aha, cəm, larlər igid sifətdir. Oxuyanlar gəlir, fe'li sifətdir. Birincilər gəlir, saydır. Yuxarılar buna razı deyil, yuxarı zərfdir. Başa düşdünüz? Bunu başa düşdünüz? Sonra toplu isimlərin içindən cəmaət və əhali sözləri cəmlənmir, qalanlarını cəmləyə bilərsiniz. Sonra salxım sözü toplu isim deyil, nar sözü toplu isim deyil. Nədir, o salxımda çoxlu üzüm var. Yəni, meşə sözü toplu isim deyil. Kələm sözü toplu isim deyil, nar deyil. Sonra sayıla bilməyən o ingiliscə isimlər var. Çəmənlikdir, nə bilim, qumdur, otdur. Bunlar məsələn deməyəsiz də çəmənlikdə çoxlu ot var, nə bilim, qumsallıqda çoxlu qum var, meşədə nə bilim çoxlu, onlar sayılmır. Başa düşdünüz? Hə, bunlar götürülmür. Bu hissədə bir sual yoxdur. Keçirik mənsubiyyət. 3 şəxsimiz var. Mən, sən, o. Və bunların cəmi var. Biz, siz, onlar. Biz bəlli şəkilçilərlə, bu şəkilçilər qrammatik şəkilçilərdir. Biz bir əşyanı, məsələn, deyək ki, qələm. Qələm. Ya mənim eləyirik, yəni mənə mənsub eləyirik, ya sənə, ya ona, ya bizə, ya sizə, ya onlara. İndi getdik. Mən oluram qələmin yiyəsi. Mənim oldu yiyəlik. Mənim qələmim, mənim evim, mənim qızım, mənim dostum. Göz şəkilçi nədir? Üstü 4, bəzən də boş m qalır. Sait gələndə də, saitlə bitəndə. Burada bir sıxıntı yoxdur. Sonra sənin qələmin, evin, maşının. Bu da olur ikinci şəxsin təkinin. Bizim evimiz, bizim nə bilim maşınımız, bizim sözümüz, bizim qızımız, bizim testimiz, bizim səhvimiz. Şəkilçi nədir? Imız. Yaxşı? Hə, deməli mənsubiyyətdə nəyi qarışdırmayasınız? Ən problemli məqam 1. Şəxs əvəzlikləri var, mənlə biz, bu iki dənəsi. Mən və bizim üstündəki im mənsubiyyət deyil, haldır. Mənim evim, mən burada yeyəm, mən evə mənsub deyiləm, ev mənə mənsubdur, mən yeyəm, sahib, olur yiyəlik. Bizim evimiz, biz evə mənsub deyilik, ev bizə mənsubdur, biz evin yiyəsiyik. Ona görə olacaq, bizimdə, mənimdəki imlər mənsubiyyət yox, yiyəlik. Bir mənalı olaraq yadda saxlayın ki, şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişmir. Yenə deyirəm, şəxs əvəzliyi mənsubiyyətə görə dəyişmir. Mən də, bizdə şəxs əvəzliyi. Sonra mənsubiyyətlə bağlı başqa nə problem ola bilər? 7 dənə sözdür, əzbərləyəcəksiniz. Su, nə? Bunlar milli, sol. Su ilə nə millidir? 5 dənə də alınmadır. Mövqe, mənafi, mənşə, mənbə, tali. 5 plus 2 oldu 7 söz. Bunlar mənsubiyyətə görə dəyişmə cəhətdən fərqlidir. Fərq nədən ibarətdir? Fərq ondan ibarətdir ki, bunlar bitişdirici kimi yer qabil edir. Suyum, nəyim, mövqeyim, mənşəyim, fikir versin, Testdə də belə salır. Mənsubiyyətə görə dəyişmə cəhətdən fərqli olanı tapın. Bu 7 söz ağlınıza gəlsin. Su, nə, mövqe, mənafi, mənşə, mənbə, tali. Yaxşı. Mənsubiyyətlə bağlı düşə biləcək ən anormal sual. Ən anormal sual. Məsələn, deyirəm ki, kitabımız itdi. Biz bura bizim kitabımız bizimi deməsək də, siz rahat tuta bilirsiniz də bu bizimdir, düzdür? Bizimdir. Deyirəm ki, məsələn, qızınız savadlıdır. Bura sizin yazsaq da, yazmasaq da siz tutursunuz ki, bu sizin qızınızdır, düzdür? Amma bəzən elə cümlələr olur ki, mənsubiyyət şəkilçili sözü iki şəxslə düşünə bilirik. Məsələn, telefonunu apardıq. Bu sənin telefonunu da apardıq kimi də düşünülə bilər. Onun telefonunu apardıq kimi də düşünülə bilir. O zaman belə olanda desə iki şəxslə düşünmək olur və yaxud da aid olur. Hipnoz eləyib uşaqlar. Gözlər ucu tərpənir. Hə, deməli, sual necə verər? Yazar ki, hansı cümlədə mənsubiyyət şəkilçili söz iki şəxsə aid olan formada düşünmək olar və yaxud da aid olduğu şəxsi dəqiq söyləmək olmaz. Belə olanın qabağına sənin onun qoyun. Məsələn, maşınını vurdum. Bu sənin maşınını vurdum da ola bilər, onun maşınını vurdum da ola bilər. Başa düşdünüz? İki şəxslə düşünülə bilər, bu zaman sənin onunla yoxlayırsınız. İkisini də deyə bildin, deməli bu iki şəxslə də düşünmək olar. Sənin kimi də, onun kimi də. Biz deyə bilməliyik axı, əminliklə bu hansı şəxsdir. Bir də uşaqlar, mənsubiyyətlə bağlı başqa nə problem ola bilər? Mənsubiyyətlə bağlı problem o ola bilər ki,
Məsələn, dili ilə deyir ki, hansı cümlədə üçüncü şəxsin təkinin mənsubiyyət şəkilçisi var. Üçüncü şəxsin təki hansıdır? O, nəsə ona aid olmalıdır. Onun evi, onun maşını, onun kitabı, onun nəyi. Düzdür? İndi uşaq nə edir? Uşaq nədə çaşır? Deyir ki, evim təzədir. Deyir, mənsubiyyət var da. Var kimindir? Mənim. Mənim üçüncü şəxsin təkidir. Yox, birinci şəxsdə problem yaşadılar sizə. Başa düşdünüz? Başqa bir mənsubiyyətdə başqa bir şəkilçi yoxdur. Yəni problem yoxdur. Sonra bəli, bəzi mürəkkəb sözlər var. Onların içində mənsubiyyət şəkilçisi ola bilər. Məsələn, tutalım ki, ölkələr arası münasibət. Mürəkkəb sifətdir, orada var. Sonra müəyyən mürəkkəb isimlər var. Məsələn, it burnu. O ikinci sözdə mənsubiyyət var. Bu itin burnu da elə bir şey. Sonra bağa yarpağı, elə bir bağanın yarpağı. Mürəkkəb sözün tərkibində mənsubiyyət ola bilər. Sonra mənsubiyyətdə başqa heç nə. Belə bir çətin bir şey yoxdur burada. Mənsubiyyətdə başqa bir problem yoxdur. Hə, indi mən sizə yarışma eləyərik. Gəl.